Hər kəsi salamlayıram. Mən Gülər Hüseynova bir təhsil işçisi olaraq Təhsil Nazirliyinə yüzlərlə müəllim adından müraciət etmək istəyirəm və ümid edirik ki, bu müraciətimizə bir cavab gələcəkdir. 18 iyundan etibarən müəllimlərin sertifikasiya imtahanına start verilib, hələ də davam etməkdədir. Müxtəlif ixtisaslar üzrə müəllimlərin yüksək nəticələri olsa da, filologiya ixtisası üzrə, yəni Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yüksək nəticələr demək olar ki, olmadı. Yəni söhbət Rus bölməsində Azərbaycan dilini tədris edən müəllimlərdən getmir. Söhbət gedir Azərbaycan dili və ədəbiyyat müəllimlərindən. Yəni Azərbaycan bölməsində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlərdən söhbət gedir. Özünüz də araşdıra bilərsiniz, təhlil edə bilərsiniz, neçə nəfər iştirak edib. Onların içərisində neçə nəfər 50 baldan yuxarı bal toplayıb. Bir bunu analiz edə bilərsiniz. O zaman haqlı olduğumuzu özünüz də görəcəksiniz. Deməli, bu filoloqların imtahanında 2 saat vaxt var və 60 sual var. Kurikulum suallarına sözüm yoxdur, oxuyan yazır. İxtisas suallarının da çətinliyindən kimsə şikayət etmir. Əlbəttə ki, müəllim öz ixtisasını bilməlidir və çətin sualların da öhdəsindən gəlməlidir. Bizim narazılığımız nədir? İxtisas sualları, yəni həmin suallar 2 saat ərzində işləmək üçün nəzərdə tutulmamalıydı. Yəni müəllimlər bildirirlər ki, əlbəttə ki, biz o sualların öhdəsindən gələ bilərdik. Lakin bu sualların öhdəsindən gəlmək üçün 2 saat çox azdır. Yəni bu qədər müddətdə 12-13 mətn sualı vermək nə dərəcədə düzgündür? Azərbaycanda yəni bu qədər müəllim içərisində savadlı dil ədəbiyyat müəllimi çıxmadı. Görürsüz, digər ixtisaslardan 60 ballar, 59, 58, 57 ballar nə qədərdir? Göstərin görək, filologiya ixtisası üzrə yüksək nəticə varmı? Bir özünüz də araşdırın. Necə olur ki, bir neçə il əvvəl, 3-4 il əvvəl MİQ imtahanında iştirak edib 58, 59, 60 bal toplayan müəllimlər indi 42 bal, 48, 49 bal toplayırlar. Nəzərə alın ki, onlar neçə ildə işləyirlər, biraz da təcrübə artırıblar. Yəni bir daha vurğulayıram, bu müəllimlər sualların çətinliyindən şikayətlənmirlər. Siz bu müəllimləri qapalı düşüncəyə salırsınız. Axı Karol Dweck demişdi ki, gözləmə vaxtı verilməlidir. Çətin sualları verirsiniz, amma vaxt ona uyğun deyil. Bəs siz düşünmürsünüz ki, bu müəllimləri necə pis vəziyyətə salırsınız? Onların şagirdlərin valideynləri soruşurlar, axı neçə bal topladınız müəllimə? Bizim müəllimlərimiz çox savadlıdırlar. Çox xahiş edirik, onları həvəsdən salmayın. Yəni bu ixtisaslar üzrə imtahanlar elə keçirilməlidir ki, ədalətli olsun, bərabərlik təmin olunsun. Necə olur ki, bir ixtisas üzrə müəllimlər gedir, yüksək ballar toplaya bilir, amma bircə filologiya ixtisası üzrə nəticələr yüksək olmur. İndi çox xahiş edirik, əgər siz bizim müəllimlərin savadsız olduğunu düşünürsünüzsə, oxuyub anlama probleminin olduğunu, sürətli düşünə bilmədiyini düşünürsünüzsə, çox xahiş edirik. Özünüz bir təlimçi müəyyənləşdirin, həmin təlimçi bir canlı yayım açsın, həmin canlı yayımda o 60 sualı oxusun, 60'ını da təkcə ixtisas suallarını yox. Həm ixtisas, həm kurikulum suallarını 2 saat ərzində oxusun, təhlil etsin, hamının gözü önündə təhlil edərək izah edib o sualları yerinə yetirsin. Əgər 2 saat ərzində müəllim bu işi yerinə yetirsə, bütün müəllimlər kənara durub sakitcə dayanacaqlar. Yəni əks halda bu qədər insanın siz haqqını tapdalamış olursunuz. Yəni mən səhvəmsə, gedin özünüz bir araşdırın, görün. Yəni neçə nəfər filoloq bu imtahanda iştirak edib və neçə nəfər 50-dən yuxarı bal toplayıb. Bir müqayisə aparın, coğrafiyada necə olub, faiz çıxardın. Riyaziyyatda necə olub, ibtidai sinif ixtisasında necə olub, filologiyada necə olub. Bir özünüz zəhmət olmasa təhlil aparın və sizin də borcunuzdur ki, cəmiyyətə açıqlama verəsiniz. Bu qədər müəllimi, yəni bu cür psixoloji olaraq pis vəziyyətə qoymaq olmaz. Müəllimlərimiz savadsız deyirlər.
Yəni sadəcə olaraq verdiyiniz suallar 60 sual, o düşündürücü sual 2 saat ərzində yazılası suallar değildi. Və xahiş edirəm ki, kimsə mənim bu çıxışımı başqa cür yozmasın. Deməyin ki, kurs müəllimidir, müdavimlərin qarşısında başı aşağı qalıb. Xeyr, mən 7 il dövlət məktəbində də işləmişəm. Hal-hazırda kursda da çalışıram. Mən kurikulumu tədris edirəm, ixtisas fənnini deyil. Kurikulumdan da müdavimlərim hamısı 9-10 düz yazıblar. Sadəcə olaraq mən onların müəllimi kimi onlara yazığım gəlir. Tanıdığım, yəni ölkə üzrə, respublika üzrə ən savadlı müəllimlər var ki, hər il onların şagirdləri yüksək nəticələr əldə edirlər. Necə olur ki, bu müəllim pis duruma düşür, pis vəziyyətə düşür? Necə olur ki, bu müəllim ixtisasdan gedir, 50 sualdan 30'unu yazır? Yəni siz həmin müəllimlərin bir neçəsini çağırın, 2 saat yox 3 saat vaxt verin, görün o sualların öhdəsindən gəlirlər yoxsa gəlmirlər. Yəni siz özünüz hər zaman obyektivlikdən danışırsınız. Siz özünüz hər zaman düzgünlükdən danışırsınız. İndi biz sizdən xahiş edirik. Obyektivliyi nəzərə alın. Obyektiv olun. Düzgün təhlil aparıb bu müəllimlərə bir açıqlama verin.